Azərbaycanda uşaq endoskopiyasının, yəni 2001-ci ildən ilk olaraq tərəfdən icra olunmuşdu. Yəni ki, 2 aylıq uşağa biz baxmışdıq və ondan sonra mütəmadi olaraq biz cihazlarımızı yeniləmişdik və son cihazlardan biri məhz ultranazik endoskop, yəni qastroskop gətirildi Azərbaycana və hal-hazırda da həmin qastroskop vasitəsilə biz həmin o 2 ayla tutmuş uşaqların hamısına xidmət göstərə bilirik. Son cihazlar, aldığımız cihaz məhz o birisindən fərqli nədir ki, həm ultranazik olduğu ilə bərabər özünüz gördüyünüz kimi, həmçinin müasir dövrdə tam olaraq video çəkilişi tam yazılması 3D formatda bizə imkan verir. Ondan başqa infrared görünüşü var, yəni ki, tam olaraq xırda belə, hətta hansısa bir patologiyanı tam olaraq aşkar edə bilir, həm də böyüdə bilir. Ona görə yəni bu artıq müasir cihaz da bizim istifadəmizdədir və biz bununla daha da yaxşı xidmət göstərə bilirik.